Danışır psixolog. Danışır psixolog. Danışır psixolog. Axşamınız xeyir olsun dəyərli Real FM dinləyiciləri. Yenə də 107 dalğasında Danışır Psixoloq deyirik. Logos Psixoloji və Nitq Mərkəzinin sponsorluğu ilə Danışır Psixoloqu dinləyirsiniz. Studiyamızın qonağı Logos Psixoloji və Nitq Mərkəzinin Əhmədli filialının duyu bütünləmə mütəxəssisi Allahverdi Qocayevdir. Qabaqcadan elan etdiyimiz kimi bu gün mövzumuz duyu bütünləmədir. Duyu bütünləmə əslində çox müzakirə məsələsi olan, adı çox insana yad gələn, səbəbinin, nəticəsinin nə olduğu hər zaman müəmma və sual işarəsi doğuran bir mövzudur, bir sahədir və o qədər də həssasdır. İşinin əhli, işinin peşəkarı, mütəxəssisi olmayan insanlar tərəfindən tətbiq edildiyində çox ciddi fəsadlara gətirib çıxaran, amma doğru mütəxəssisə, doğru ünvana müraciət etdiyimizdə gözlə görülən, hiss edilən nəticələri əldə edən bir sahədən danışacağıq bu gün. Duyu bütünləmə nədir? Hansı əlamətlər bu çətinliyə işarə edir? Duyu bütünləmə terapiyası nə zaman vacib olur? Suallarının cavabını studiyamızda Logos Psixoloji və Nitq Mərkəzinin Əhmədli filialının duyu bütünləmə mütəxəssisi Allahverdi Qocayev ilə bərabər müzakirə edəcəyik. Allahverdi, mən xoş gəlmisiniz. Salam Vasif bəy, hər vaxtınız xeyir olsun. Dəvətiniz üçün bir daha təşəkkürümü bildirirəm. Biz təşəkkür edirik, xoş gəlmisiniz, zaman ayırmısınız, həqiqətən də çox ciddi işlə məşğulsunuz və sizdə olan müraciətləri, pasientlərin sayını yetərincə bilirik. Televiziya verilişimizdə də Danışır Psixoloqun Real televiziyasında yayımlandığı zamanda da sizin qəbunuza düşmək yetərincə çətin olurdu bizə. Amma təşəkkür edirəm ki, bizi qırmadınız, gəldiniz. Bu tıxac saatında, bu ağır iş rejimində bizimlə bərabər bu həssas mövzunu müzakirə edirsiniz. Dəyərli dinləyicilərimiz 077 710 71 07 WhatsApp xəttimiz ixtiyarınızdadır. Suallarınızı birbaşa ünvanlıya və mütəxəssislə istədiyiniz sualı müzakirə edə bilərsiniz. 404 15 94 nömrəmiz ixtiyarınızdadır. Zəng vurub suallarınızı birbaşa canlı yayımda ünvanlaya bilərsiniz. Mən qısa sponsor haqqında məlumat verim, ondan sonra verişimizə qaldığımız yerdən davam edək. 2014-cü ildən etibarən fəaliyyətə başlayan Logos Psixoloji və Nitq Mərkəzi artıq 10 ildən çoxdur ki, bütün yaş qrupları üzrə psixoloji xidmətlər göstərir. Mərkəzdə klinik psixologiya, uşaq və yeniyetmə psixoterapiyası, nitq və inkişaf pozuntularının diaqnostikası və korreksiyası sayəsində peşəkar yanaşma təqdim edilir. Gecikmiş danışıq və nitq inkişafında problemlər, autizm spektri pozuntusu, hiperaktivlik və diqqət çatışmazlığı, yeniyetmələrdə depressiya, özgüvən problemi və şəxsiyyət axtarışı, sosial fobiya, panik atak, obsessiv kompulsiv pozuntular və yuxu problemləri, ailə daxili münasibətlərin psixoloji məsləhətləndirilməsi, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi ilə yanaşı, eləcə də psixoloji və nevroloji problemlərin bərpasında mühüm rol oynayan müalicə vidmanla dəstəkləyici proqramlar həyata keçirilir. Mərkəz peşəkar mütəxəssis heyəti ilə Gəncə, Bərdə, Lənkəran və Quba şəhərlərinin, həmçinin Sumqayıt və Bakı üzrə Gənclik, Yasamalı, Əhmədli və Xırdalan filiallarında xidmət göstərir. Adı çəkilən şəhər və bölgələrdə yerləşən filiallardan peşəkar dəstək almaq və qeydiyyatdan keçmək üçün Ulduz 46 48 nömrəsinə 724 zəng edə bilərsiniz. Allahverdi müəllim, başlayaq elə duyu bütünləmə nədirdən? Çünki hər zaman dediyim kimi girişdə də vurğuladım bunu. Çox sualları olan bir sahədir. Duyu bütünləmə nədir? Hər zaman vurğulayırıq ki, həyatımızın bütün sahələrini əhatə edir duyu bütünləmə. Beynimizlə birbaşa əlaqəlidir, hisslərimizlə birbaşa əlaqəlidir. Hansı yaşdan bizi həyəcanlandırmalıdır? Uşaqlarda nəyə diqqət etməliyik? Niyə bu qədər həssas bir sahədir? Vasif bəy, ümumiyyətlə bu sualı mən valideynlərdən çox, biraz da ətrafımdakı insanlar hansı sahə ilə məşğul olduğumu soruşanda mən duyu bütünləmə ilə məşğul olan uşaqlarla bəs fəaliyyət göstərəm. Mən ilk sualları bu ki, bəs duyu bütünləmə nədir? Duyu bütünləmə ölkəmizdə yeni terapiya növü olduğundan, yəni yeni terapiya dedikdə 10-12 ildir tanınır, lakin bir çox insanlara yad olan bir terapiya növüdür. Əslində duyu bütünləməyə belə bir izah verim. Duyu bütünləmə içimizdən, çevrəmizdən gələn məlumatların mərkəzi sinir sistemi vasitəsilə beynimizə ötürülməsi. Beyin də bu məlumatı alıb düzgün şəkildə, əgər beyin yarımkürələri fəaliyyət göstərdikdə düzgün şəkildə analiz edib bizə geri dönüşüm eləyir. Biz də həmin geri dönüşüm nəticəsində hərəkətə keçirik. Yəni misal olaraq əlimizi fincana toxundurduğumuz zaman fincanın isti olub olmaması və yaxud da etdiyimiz hərəkətin beynimizə ötürülməsi, beyin hərəkəti düzgün şəkildə sintez edib bizə geri dönüşüm etməyi və yaxud da uşaqların bərbərdə olan zaman, saçlarının kəsilən zaman şiddətli şəkildə reaksiyalar verməməkləri və yaxud da ağlamamaqları, uşaqlarda təhlükə hissinin olub olmaması. Biz uşaqlığımızda bərbərdə ağladığımızda döyülən uşaqlarıq. O zaman daha psixologiyada bu qədər inkişaf etməmişdi bizim uşaqlığımız dönəmimizdə. O zaman psixologiya
bu qədər inkişaf etməmişdi. Lakin hal-hazırda biz bunun kök səbəbinə baxırıq ki, bu uşağın eşitsə sisteminin həssaslığındanmı irəli gəlir, yoxsa toxunsal sistemin həssaslığındanmı irəli gəlir? Bəzən bu travmalardan da irəli gələ bilir ki, məsəl üçün uşaqlar saçları qırxılan zaman kəsici vasitələrə uşaqlara zərər yetirirsə, bu artıq bir travma tərəfidir. Bu psixoloji tərəfdən dəstək olur. Lakin uşaqlarda səsə qarşı həssaslıq varsa və yaxud da ki, toxunusa qarşı həssaslıq varsa, bunun kök səbəbi duyu bütünləmə terapiyasıdır. Yəni bu cür həssaslıq olan zaman və yaxud da ki, uşaqların dırnaqları tutulan zaman narahatçılıq keçirilməsi, bunun da psixoloji tərəfi var və yəni ki, travma tərəfi. Məsəl üçün uşaqların dırnaqları tutulan zaman özəy hissələrinə toxunulduğu üçün uşaqlar ağrı keçirilir. Bu artıq uşaqlarda travma yaradır. Lakin uşaqların toxunsal sistemində həssaslıq varsa, dırnaqları tutulan zaman narahatçılıq yaşayırlarsa, bu artıq duyu bütünləmə terapiyasına ehtiyac duymaqdır deməkdir. Və yaxud da ki, uşaqların qida yedikləri zaman, misal üçün qidanın iyindən xoşları gəlmədiyi zaman, bəli, qida seçiciliyi. Bunun özünə də biz kökünə inərək baxırıq ki, əgər misal üçün uşağın hər hansı qidanı yeməməyinin kök səbəbi ya travma ola bilər, misal üçün görünüşü uşağa, vizuallığı xoş olmaya bilər. Amma biz bəzən bunu da vurğulayırıq verilişlərimizdə, mütəxəssislərlə müzakirələrdə ki, valideynlər özləri, analar daha çox özləri sevmədiyi qidaları uşaqlarına da yedirtmədiyi üçün onlarda bir ona qarşı artıq həssaslıq yaranır ki, məsələn, ana hansı almanı deyək, misal verirəm, alma yemir, sevmir və uşağına da bunu heç vaxt verməyib. Mətbəxdə olmayıb, soyuducuda olmayıb alma və uşaq almaya qarşı artıq bir panikası mı var deyim, sevmirmi deyim ya da çox görmədiyi üçün də yəni bunu yeməyə bilər. Bəy, biz buna diqqət yetirməliyik ki, misal üçün uşaq almanı yeməsə, almadakı vitamini misal olaraq deyirəm ki, armuddan da ala bilər, kökdən də ala bilər. Misal üçün valideyn o almanı yemədiyi halda. Lakin biz baxaq ki, uşaq ət yeməsə nəfəsat yarada bilər. Artıq uşaq ət yeməsə ciddi problem qarşılaşacaq. Əlbəttə ki, qan azlığı yaşayacaq. Uşaqda anemiya dediyimiz narahatçılıqlar yəni yaranmağa başlayacaq. Bir çox lazımlı vitaminlər ala bilməyəcək. Bəli, bir çox lazımlı vitaminləri ala bilmədiyi üçün də beyin həmən dadı sintez eləyə bilməyəcək, analiz eləyə bilməyəcək. Artıq da bu uşaqda gələcəkdə bir fəsad yaşaya biləcək və yaxud da ki, avartı məhsullarını yemədikləri zaman kalsium azlığına gətirib çıxarda bilər. Yəni misal olaraq digər vitamin komplekslərinin olmaması, yəni uşağın hərəkətliliyinə və yaxud da ki, digər fəsadları uşaqda yarada bilər. Bunun üçün də biz uşaqda yemədiyi qidanın kökünə baxmaq lazımdır. Bu uşaqda travma mı var, yoxsa bu uşaqda həmən qidanın görünüşü mü xoş deyil və yaxud da ki, qoxusu mu xoş deyil? Biz bu yönümdən uşağa dəstək ola bilirik duysal tərəfdən. Bir daha maraqlı bir sual verəcəm. Duyu bütünləməmi, sensor inteqrasiyamı. Aralarındakı fərq nədir və bəzən bunu ədəbiyyatda mı qəbul etmirlər, protokolda mı qəbul etmirlər? Çox yerdə duyu bütünləmə bizə aid söz deyil deyilir. Duyu sözü bizdə deyil deyilir. Buna görə də müəyyən televiziya proqramlarında biz bunu istər titrda, istər başlıqda verə bilmirik. İndi radiodayıq deyə rahat bunun söhbətini edə bilirəm və bu sualı ünvanlaya bilirəm ki, duyu bütünləməmi deyirik, yoxsa sensor inteqrasiyamı? Ya da bunlar ayrı-ayrı nüanslardırmı? Mən bu suala açıq cavab verim. Bəzən valideynlər bizə sual verir ki, müəllim, uşağımı duyu bütünləməyə mi yönəldim, yoxsa sensor inteqrasiyaya mı yönəldim? Mən belə deyim, bu sahənin adı sensor inteqrasiyadır. Lakin ölkəmizdə biz dediyimiz zaman ətrafımızda suallar gəlir əlbəttə ki, hansı sahə ilə məşğulsan? Sensor inteqrasiya dedikdə ilk olaraq ki, sensor inteqrasiya nədir? Deyirəm ki, duyu bütünləmə, məhz duyuların eyni anda fəaliyyəti. Bu bir çox ölkədə sensor inteqrasiyadır, lakin bizim ölkədə tərcümə olunmuş halına yaxın adı duyu bütünləmə olduğu üçün biz məhz bu adı duyu bütünləmə deyə ölkəmizdə tanıtmağa başlayırıq. Yəni toparlamaq istəsək, psixoloji terminologiyada bu duyu bütünləmə olaraq gedir və doğrusu da budur. Bəli. Təşəkkür edirəm. Ümumiyyətlə duyu bütünləmə çətinliyi ən çox hansı yaş dövründə üzə çıxır? Ümumiyyətlə mən belə deyim, duyu bütünləmə yalnız uşaq dünyaya gələndən sonra başlamır. Duyular ana bətnində olan zaman uşaqlarda formalaşmağa başlayır. Hətta ana bətnində. Bəli. Misal olaraq ki, uşağın beyni 3-cü həftədən formalaşmağa başlayır. Daha sonra 6-cı, 7-ci həftədə daha da böyüməyə başlayır. 7-ci, 8-ci həftədən uşağın beynində neyronlar ifraz eləməyə başlayır. Daha sonra uşaq ana bətnində olanda ilk olaraq biz bu sahəyə də başladığımız zaman, təlimlərdə olduğumuz zaman bizə ilk qızıl hərflərlə, qızıl qaydalarla deyilən söz budur ki, duyular arasında şah duyu, yəni ki, duyuların şah damarı desək, vestibülər sistemdir. Uşaq ilk ana bətnində hərəkət eləməyə başlayır. Daha sonra 16-cı, 18-ci həftədə uşaqların gözlərində torlu qişə dediyimiz, retinant dediyimiz torlu qişə yaranmağa başlayır. Uşaqlar ana bətnində işığa reaksiya verməyə başlayırlar, yəni tərpənməyə başlayırlar. Daha sonra
20-22-ci həftədə uşaqlar ana bətnində işığa daha aydın reaksiya verməyə başlayır. 26-cı, 28-ci, bəzən də 29-cu həftədə uşaqlarda göz qapağı açılır ana bətnində. İşıqlara normal şəkildə reaksiya verməyə başlayırlar. 30-32-ci həftədə isə artıq uşaqlarda göz bəbək refleksi yaranmağa başlayır. Ana bətnə düşən işığa tərpənərək və yaxud da ki üzlərini çevirərək, gözlərini qıyaraq və yaxud da ki gözlərini açaraq reaksiya verməyə başlayır. Daha sonra uşaqlar dünyaya gələn zaman valideynlərin ən çox istədiyi iki nüans var ki, bir övladın tez yeriməyə başlasın, bir də övladın tez danışmağa başlasın. Lakin uşağın ilk yerimədən öncə müəyyən bir keçid dövrü var ki, valideynlər buna diqqət yetirmirlər və valideynlərin bu haqqda bəzən biz valideynləri qınaya bilmərik, bəzən uşaqların reflekslərinin yaranma refleksi var ki, misal üçün əmmə refleksinin misal olaraq deyirəm 0-3 ayda yaranıb, 3-cü ayda bitməyi, 4-cü aydan misal deyərək ki, iməkləmə refleksi başlamalıdır. Artıq burada gecikmə başlayır. Valideyn buna diqqət yetirə bilmir. Lakin ilk olaraq uşağın dəstəkli oturub oturmaması və yaxud da ki, uşağın sürünməməsi, bəzən biz autizm spektr pozuntusunda, daha sonra əqli gerilərdə, daha sonra hiperaktiv uşaqlarda, DEP, yəni hiperaktiv uşaqlarda iməkləməni biz görə bilmirik. Artıq bu iməkləmə həyəcan təbliğidir ki, uşaqda bir ləngimə var. Yəni uşaq öz yaşlarından geri qalacağını bizə bildirir. Bu kimi hallarla rastlaşdıqda valideynlər artıq duyu bütünləməyə və yaxud da ki, psixoloji mərkəzlərə müraciət edə bilərlər. Bundan da ilk öncə həkimlərə müraciət etməlidirlər ki, uşaqlarda bu saydığım halların, nüansların gecikməyə başlayır. Əgər də uşaq və ya onları narahat edən patologiyaların dəqiq diaqnozunu almalıdırlar ki, doğru mütəxəssisə müraciət edə bilsin. Bəli, biz də diaqnozu bilərək, diaqnoz üzərindən yola çıxmağa başlayırıq ki, misal üçün uşaqda hər hansı həssaslıq varmı və yaxud da ki, uşaqda bu ləngimə, bu gecikmə nəyə görə var? Uşağın öz yaşından bioloji beyin yaşını ortaya çıxardıq ki, uşaq öz yaşından neçə ay və yaxud da ki, nə qədər geriyədir? Məhz bunun üçün proqram qurulur hər bir uşaq üçün və bu proqram üzərindən də yola çıxılır. Təşəkkür edirəm. Bəs beyin duyuları düzgün tənzimləmədikdə nə baş verir? Beyin duyuları düzgün tənzimlənmədikdə, misal olaraq uşaqlar səsə qarşı həddindən artıq çox reaksiya verə bilərlər və yaxud da ki, uşaqlar hərəkətə qarşı həddindən artıq çox reaksiya verə bilərlər. Məhz duyu bütünləmənin özü bir beyinsəl terapiya növüdür ki, beynin sağ-sol yarımkürəsinin, istər sağ-sol yarımkürəsi olsun, istər beyinciyi olsun, istər talamusun olsun, eyni anda fəaliyyəti lazımdır. Əgər beynin bir hissəsi digər hissəsindən zəif fəaliyyət göstərsə, misal deyək ki, beynin sol yarımkürəsi zəif fəaliyyət göstərir. Bu zaman uşaqlarda biz, yəni ki, neyronlar arasında əlaqə zəif olduqda, bu zaman uşaqlarda biz Wernicke eşitmə mərkəzinə dediyimiz, misal üçün uşaq adına niyə reaksiya gec verir? Həmən Wernicke dediyimiz eşitmə mərkəzinə məlumatlar çox zəif gedir. Uşaqlar da eşitməsi zəif olduqları üçün, yəni eşitməsi zəif olduğu nə mənada? Qulağa gələn səsləri ayırd edə bilmədikləri üçün məhz sol yarımkürədəki Broca nitq mərkəzinə informasiya zəif getdiyi üçün uşaqlar eşitdikləri sözü analiz edə bilmədikləri üçün ifadə edə bilməyəcəklər. Məhz buna görə də duyu bütünləmə terapiyasının özündən biz həmişə valideynlərə izah eləməyə çalışırıq ki, duyu bütünləmənin özü bir beyinsəl terapiya növüdür. Məhz beyində duyular düzgün şəkildə reaksiya keçməsə və yaxud da ki, fəaliyyət göstərməsə, uşaq hərəkətə qarşı və yaxud da ki, səsə qarşı və yaxud da ki, toxunuşa qarşı həddindən artıq çox reaksiya verə bilər və yaxud da ki, reaksiya verə bilməz. Məsəl deyək ki, uşaq əlin qaynar sobaya toxundurduğu zaman bunu hiss eləyə bilmir. Bəzən bunun özü bədən fərqindəliyindən irəli gəlir. Və yaxud da ki, uşaq etdiyi hərəkətdən bəzən ən çox valideynlər deyir ki, 3 saat, 4 saat dayanmadan qaçır, uşağım yorulmaq bilmir. Hiss etmir. Məhz bunun kök səbəbi uşaqların proprioseptiv dediyimiz bədən sisteminin zəif olmasıdır. Yəni uşaq proprioseptiv dediyimiz bədən hissiyatı zəif olduğu üçün beyin bədən hissiyatının arasındakı əlaqə zəif olduğu üçün beyin qəbul eləmir ki, artıq mən yorulmuşam, fəaliyyətimi dayandırmalıyam, biraz dincəlməliyəm. Aslında çox ciddi bir problemdir bu. Əlbəttə ki. Uşağın əlini sobaya toxundurduğu zaman hiss etməməsi, yorulduğunu hissi, çünki o hiss etmir, amma fiziolojik olaraq çox ciddi problem yarada bilər onda. Əlbəttə ki, uşağın əlində yanıq izləri olur, lakin uşaq o yanıq izlərinə qarşı reaksiya verə bilmir. Bəzən deyirlər ki, yəqin bərk yıxılmayıb. Əslində burada uşağın hissiyatı zəif olmağını göstərir və bu daha çox eşitdiyimiz versiyada, amma bərk yıxılmayıb yəqin ki, ona görə ağlamadı, ona görə hiss etmədi. Ya da çox güclü uşaqdır, maşallah, ağlamır. Ağlamır. Bəli, ən çox eşitdiyimiz miflərdən biridir ki, atası da belə olub, əmisi də belə olub. Bütün sahələrdə genetik olaraq hamı ötürür onu. Əmi də gec danışıb, babası da gec yeriyib. Bu əslində bizim o psixoloji mövzuları müzakirə etdiyimiz zamanlarda ən çox müzakirə etdiyimiz səbəblərdən biridir ki, bu valideynlərin özünün diaqnoz qoyma istəyi, sosial mediadan, mənbəyi bəlli olmayan saytlardan məlumatlara
inanıb o məlumatların üstündən tətbiq etməyə çalışdıkları yöntəmləri uşaqların həyatına salmaları əslində çox ciddi bir problemdir. Həm də ki, Vasif bəy, yalnız bunlar deyil. Bəzən uşağın təhlükə anlayışı olmur. Misal üçün, qarşıdan gələn maşının uşağa yaxın olub olmamasını uşaq bilmir. Bəzən deyirlər ki, bəli, uşaqlar maşın yoluna qaçır. Bu artıq uşağın təhlükə anlayışının olmaması. Məsələn, ilk öncəki suallarda dedim ki, vestibülər sistemin hiposensitiv olduğunu, yəni ki, bu uşaq artıq təhlükəni hiss eləmir, bilmir. Özünü hündürlükdən də atma kimi təhlükələrlə qarşılaşırıq. Bəzən sürətin idarə edə bilməyib divara da toxunurlar, divara da dəyirlər, yerə də yıxılırlar. Bəzən maşın yoluna qaçırlar. Uşaqlar anlamırlar ki, qarşıdan maşın gəlir və yaxın formada yaxınlaşır. Çox təşəkkür edirəm. Biz qaldığımız yerdən davam edəcəyik. İndi qısa bir reklam fasiləsinə ayrılırıq. Bəli, qaldığımız yerdən davam edirik. Səidə Sultan möhtəşəm bir dostum dedi. Əslində Səidənin bütün mahnıları belə nəsihət varı, dost varı, özünə məxsus mahnıları var. Biz isə qaldığımız yerdən davam edirik. Dəyərli dinləyicilərimiz, təkrar qeyd edim ki, bu gün Danışır Psixoloqda duyu bütünləmədən danışırıq. Studiyamızın qonağı Logos Psixoloji və Nitq Mərkəzinin Əhmədli filialının duyu bütünləmə mütəxəssisidir. Allahverdi Qocayev bizimlədir. Maraqlı söhbətimizə qaldığımız yerdən davam edəcəyik. Qısa sponsor haqqında məlumat verim. 2014-cü ildən etibarən fəaliyyətə başlayan Logos Psixoloji və Nitq Mərkəzi artıq 10 ildən çoxdur ki, bütün yaş qrupları üzrə psixoloji xidmətlər göstərir. Mərkəzdə klinik psixologiya, uşaq və yeniyetmə psixoterapiyası, nitq və inkişaf pozuntularının diaqnostikası və korreksiyası sayəsində peşəkarı yanaşma təqdim edilir. Gecikmiş danışıq və nitq inkişafında problemlər, autizm spektri pozuntusu, hiperaktivlik və diqqət çatışmazlığı, yeniyetmələrdə depressiya, özgüvən problemi və şəxsiyyət axtarışı, sosial fobiya, panik atak, obsessiv kompulsiv pozuntular və yuxu problemləri, ailə daxili münasibətlərin psixoloji məsləhətləndirilməsi, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi ilə yanaşı, eləcə də psixoloji və nevroloji problemlərin bərpasında mühüm rol oynayan müalicə vitmanla dəstəkləyici proqramlar həyata keçirilir. Mərkəz peşəkar mütəxəssis ilə Gəncə, Bərdə, Lənkəran və Quba şəhərlərində, həmçinin Sumqayıt və Bakı üzrə Gənclik, Yasamal, Əhmədli və Xırdalan filiallarında xidmət göstərir. Adı çəkilən şəhər və bölgələrdə yerləşən filiallardan peşəkar dəstək almaq və qeydiyyatdan keçmək üçün Ulduz 46 48 nömrəsinə 724 zəng edə bilərsiniz. Allahverdi müəllim, uşaqlarda duyu bütünləmə deyirik. Əslində bir çox səbəblər artıq toxunduq verilişimizə başladığımızdan bəri və başda da vurğulamışdım. Valideynləri, müəllimləri, pedaqoqları, siz dəyərli mütəxəssislər maraqlandıran bir sahədir bu. Çünki uşaqların dediyimiz kimi bəzən özlərinin fərqində olmadan duyularında olan problemlər onların gələcək həyatlarında çox ciddi fəsadlar yaradır. Duyunun da hər zaman həyatımızda rolunu bizim həyatımızın hər bir sahəsini və hər bir anını əhatə edən olaraq vurğulayırıq. Elə buna görə də sizin kimi dəyərli bir, özüm bugün çox şanslı hiss edirəm, sizin kimi dəyərli bir mütəxəssislə bu mövzunu müzakirə edirəm. Çünki hər zaman deyirik, hansı sahə olursa olsun işinin peşəkarı ilə müzakirə etmək və işinin peşəkarının verdiyi peşəkar məsləhətləri dinləyiciyə, izləyiciyə çatdırmaq bir aparıcının ən böyük şansıdır. Çünki mövzu hər zaman həssasdır. Dinləyici və izləyici bizi dinləyirsə, izləyirsə, ona lazım olan məlumatı ötürmək bizim birinci peşə borcumuzdur, vicdan borcumuzdur. Ona görə də sizi təbrik edirəm və təşəkkür edirəm ki, sizin kimi mütəxəssislər var. Elə qaydaq mövzuya, uşaqlarda duyu bütünləmə probleminin ilk əlamətləri hansılardır? Oradan davam edək. Vasif bəy, ilk öncə mən sizə təşəkkürümü bildirirəm ki, siz həm bizim sahəyə, həm də uşaqlara qarşı belə həssas yanaşmağınız, yəni bizim sahəni belə daha çox göz önünə çəkməyimiz ki, yəni uşaqlar bizim gələcəyimizdir. Hər bir uşaq xüsusidir. Yəni hər bir uşağa ayıracağımız diqqət gələcəkdə, yəni bizim özümüzə qayıdır. Deməli, uşaqlarda ən çox duyu bütünləmə ehtiyacı nə vaxt görsənir dedikdə, bəzən valideynləri bizə daha erkən uşaqların 8-9 aylarında müraciət etdiyini görürük. Məsələn, uşaqlarında deyirlər ki, məsələn, diqqətləri yoxdur, səslərə qarşı reaksiya vermirlər. Əslində daha erkən bizə müraciət etməkləri, bu kimi hallarla müşahidə olunanda bizə daha erkən müraciət etməkləri yaxşıdır. Lakin ən çox gecikmiş vakalarla biz qarşılaşırıq ki, bizə 4 yaşında, 5 yaşında və yaxud da 6 yaşında, hətta bizə 9-10 yaşında da müraciət etdiklərini görürük. Ən çox duyu bütünləmə ehtiyacı uşaqlarda nə vaxt olur və yaxud da ki, ən çox bu kimi hallar nə vaxt müşahidə olunur? Bunlara bir neçə müqayisə çəkə bilərəm ki, valideynlər bu kimi hallarla müşahidə etdikdə və yaxud da ki, bu kimi halları rast gəldikdə bizə müraciət edə bilərlər. Məsələn, uşaqların səslərə qarşı reaksiyası verməməkləri və yaxud da ki, uşaqların göz kontaktı qura bilməməsi, uşaqların adına reaksiyasının olmaması, daha sonra uşaqların iməkləməməsi, çünki iməkləməyin özü beyin hərəkətinə ən çox töhfə verən hərəkət növlərindən biridir ki, uşaqların iməkləməsi ilə beynin sağ-sol hemisferləri, yəni yarımkürələri arasında, neyronlar arasında əlaqə güclənməyə başlayır. Biz iməkləməməsi deyirik. Bəs neçə yaşdan, hansı aydan artıq uşaq iməkləməyə başlamalıdır?
ümumiyyətlə uşaqların biz 8-9 aylarından eməkləməyini görürük. Əslində uşaqlar 1 yaş 8 ayına kimi yeriməlidirlər. Bəs uşağın əmisi dayısı gec yeriyibsə, Bu artıq ənənəvi mifdən başlayaq. Artıq ənənəvi bir mifdir. Çünki uşağın nə qədər eməkləməyi çox olarsa, bir o qədər də gözəldir. Uşaqların eməkləməməyi, yəni daha tez ayaq açıb gəzməkləri uşaqların həddindən artıq çox hərəkətli olmaqlarını gətirib ortaya çıxardır. Bu artıq ilk həyəcan siqnallarından biridir ki, valideynlər bu kimi hallarla qarşılaşdıqda bizə müraciət edə bilərlər. Mən dəfələrlə qarşılaşmışam. Məndən də əlavə mən bilirəm ki, bizim həmkarlarımız yəni bu kimi hallarla qarşılaşıblar ki, valideynlər qəbul etdiyimiz zaman ilk sözlər budur. 1 yaş 8 ayına kimi uşaqların nitqi də olub, anlaması da olub, sözlər də deyirlər, nitqində sözləri də var idi. Lakin 1 yaş 8 ayından sonra uşaqların adına reaksiyası da etməyə başladı, göz kontaktı da etməyə başladı. Daha sonra dediyi sözləri də yadından çıxartmağa başladı. Bu artıq valideynlərin bununla qarşılaşmadığı haldır ki, misal deyim, yəni valideynlərin ilk öncə bir daha da vurğulayıram ki, uşaqlarının gözlədiyi odur ki, uşaqların tez gəzsinlər və tez danışmağa başlasınlar. Əslində bunun altında yatan çoxlu faktorlar var ki, məsələn, eməkləməməyi, sürünməməyi, əmmə refleksinin zəif olması, qidaya qarşı imtina eləməyi, göz kontaktını qurmamağı, artıq bunların özü duyu bütünləməyə ehtiyac olduğunu bildirir. O zaman biz Allah verdi mən bu reaksiyaları toparlamaq istəsək, sualımızı bu yöndən versək, həddindən artıq səsə, işığa və toxunuşa reaksiya nəyə göstərir? Həddindən artıq reaksiyaların güclü olmağı bu cür uşaqlarda hiperreaktiv olmağıdır. Bəzən bu hiperreaktivi hiperaktivdən səhv salırlar. Bəli. Hiperreaktiv dediyimiz nədir? Misal üçün hər hansı əşyaya toxunduğunda həddindən artıq çox reaksiya verməkləri, bir daha vurğuladıq. Siz özünüzdə toxunduğunuz saçlarını kəsilən zaman həddindən çox reaksiya verməkləri və yaxud da ki, hərəkətə qarşı həddindən çox reaksiya verməkləri, bu artıq uşaqlarda hipersensitivliyi göstərir. Biz də qurduğumuz proqramlara əsasən uşaqların bu həssaslıqlarını azaldaraq uşaqların normal sosial həyata daha rahat şəkildə sosiallaşmağa yönəldirik. Amma siz özünüz də diqqət etmisinizmi? Bərbərlərdə uşaqlar elə ağladığı zaman mən müşahidə eləmişəm məsələn, öz saçımı kəsdirdiyim zaman elə az yaş uşaqlar ağladığı zaman dayanmadan onu davam etdirirlər. Uşaq da birazdan susacaq, yox sən davam elə. Əslində o hansı fəsada gətirib çıxarda bilir ki, biz onu məcbur edirik buna. Əslində fərqi yoxdur. Hər hansısa bir duyuya qarşı diqqətsizlik, misal siz çox gözəl vurğuladınız. Birazdan susacaq. Artıq bu çox böyük travmalara gətirib çıxardır. Bəzən belə olduğu halda uşağın da özünün inadkarlıq göstərərək uşağın da nitqini blokladığını biz müşahidə edirik və yaxud da ki, uşağın toxunsal həssaslığından daha sonra uşağın qarşısındakı insandan diqqət əksikliyinə gətirib çıxardır və yaxud da ki, digər fəsadlara kimi gətirib çıxarda bilər ki, travma yaradır bu. Elə diqqət əksikliyi demişkən, duyu bütünləmə problemi diqqət və davranışa necə təsir edir? Çox gözəl sualdır. Diqqət əksikliyi ayrı bir mövzudur, davranış problemi ayrı bir mövzudur. Amma ki bir-biri ilə çox mən sizə tapmışkən bütün suallarıma cavab axtarıram. Amma ki bir-biri ilə çox qaynaqlanır bu sual. Çünki diqqət əksikliğinin özü vizuallıqdır, yəni görsel olaraqdır. Bu da uşağın misal üçün hiposensitiv, bir hipersensitivdən danışdıq, lakin indi hiposensitivdən danışaq. Uşaq həddindən çox aktiv olduğu üçün uşaqda biz diqqət əksikliyi müşahidə edə bilərik. Diqqətin də bir növü yoxdur. Diqqətin bir çox növü var. Diqqətin tərəddüdü var, diqqətin yayınıqlığı var, diqqətin əksikliyi var. Yəni bu diqqət əksikliyindən daha sonra uşaqlarda misal deyim, toplum içinə çıxaraq diqqət əksikliyi olduğu üçün uşaq diqqətini yetirə bilmədiyi üçün daha sonra bundan davranış problemi, yəni davranış problemi yaranmağa başlayır. Artıq burada bir dənə duyunun fəaliyyət göstərməməsi ilə artıq digər problemlər gəlib üzə çıxarır. Valideynlər bu kimi halları görüb duyuya müraciət eləməkləri üçün, yəni duyu bütünlənməyə müraciət elədiyi halda davranış problemi yaranmayacaq. Artıq davranış problemi də yarandığı üçün uşaqlar özlərindən biixtiyar davranış problemləri göstərməyə başlayacaqlar. Bu səbəbdən də artıq digər, məsələn, psixoloji dəstək lazım olacaq, pedaqoji dəstək lazım olacaq. Hər hansı bir nöqtə boyda problemi artıq daha da getdikcə böyüməyə başlayır. Diqqətsiz yanaşdığımız biraz da zaman. Yanaşı gedən xəstəliklərlə danışmaq istəyirəm. Bilirsiniz ki, istər tibbdə, istər psixologiyada uşaqlarda və ya böyüklərdə fərq etməz, yanaşı xəstəliklər də olur. Bunlar da bir-birlərini əslində tetikləyib, artırır, dəstəkləyir o problemin daha da böyüməsini və daha ciddi problemlərə gətirib çıxarmasını dəstəkləyir. Biz bu gün psixologiyadan danışmaq istədiyimizdə diqqət əksikliyi, hiperaktivlik, autizm spektri pozuntusu
pozuntusu, öyrənmə çətinlikləri saya biləcəyimiz bir çox nüanslar var ki, bunların duyu bütünləmə ilə əlaqəsi, yəni mütləq autizm spektr pozuntusu olan uşaqda duyu bütünləmə varmı, problemi varmı və ya duyu bütünləməsi problemi olan uşaqda mütləq autizm spektr pozuntusu olmalıdırmı? Yəni bunlar yanaşı getməlidirmi ya da nadirənmi bunları yanaşı görə bilirik? Sualınız çox gözəl sualdır. Suala yanaşma tərziniz də çox gözəldir. Bəzən valideynlər bizə müraciət eləyir. Uşaq misal həddindən artıq çox aktivdir, lakin boş aktivdir. Mən bir vurğulamışdım ki, bunu. Yəni vestibulyar sistemi o qədər aktivdir ki, uşaq hərəkətlərini idarə edə bilmir. Yəni misal olaraq, misal çəkim, uşağa qarşısına 10 dənə biz top qoyaq, deyək ki, bir get həmən topu götürür gəl. Uşaq sürətli şəkildə elədiyi üçün o hərəkəti, misal üçün 10 dəqiqə içində bunu eləməlidir. Uşaq həmən hərəkəti 3-4 dəqiqə içində elədiyi üçün və yaxud da ki, biz müşahidə edirik 2 dəqiqə ərzində elədiyi üçün beyin hərəkət sürətinin tezliyindən bu hərəkəti sintez edib, analiz edib uşağa geri dönüşüm eləyə bilmir. Və yaxud da ki, bəzən uşağın boş aktivliyini biz görürük. Valideyn bizə deyir ki, uşağın hiperaktivdir. Əslində hiperaktiv deyil. Biz bəzən baxırıq ki, uşaq autizm spektr pozuntusuna əziyyət çəkir. Ümumiyyətlə bu ənənə halını alıb. Bütün biraz dəcəl, biraz çox hərəkət edən, çox qışqıran, çox əslində hiperaktivlik bir diaqnozdur. Mütəxəssislər tərəfindən korreksiya işə aparılan bir işdir. Amma çox valideyn, çox müəllim, çox insanlar eşidirik ki, deyirlər ki, uşaq hiperaktivdir ya da filankəs hiperaktivdir. Mən belə bəzən həftə sonu olur, mən çox işkolik bir insanam, işləməliyəm, mütləq nəsə yazmalıyam, efirim olmalıdır. Hətta gecənin bir saatında belə sizlə nəyisə oturub müzakirə edə bilirəm sosial media üzərindən ki, bunu necə eləyək, bunu necə yazaq, bu necə olsun. Bunlar olmadığı zaman özümə qapanıram, sıxılıram və deyirəm ki, mən hiperaktiv insanam əslində. Yəni qaçmalıyam, getməliyəm, hardasa olmalıyam. Bu hiperaktivliyə gətirmək istəyirəm ki, insanlar bəzən bu hiperaktivliyi öz-özündən bu diaqnoz əslində bir ciddi diaqnozdur, amma biz özümüzə də başqalarına da qoya bilirik. Vasif bəy, yəni yanaşma çox gözəldir əslində. Hiperaktivlikdə ümumiyyətlə impulsiv davranışlar biz görürük. Belə deyim, ilk öncə birinci sualımızı tamamlayım. Autizm spektr pozuntusunda biz boş hərəkətlilik görürük. Biz bu boş hərəkətliliyi ən azından bir terapiya müddətində azalda bilirik. Lakin hiperaktiv uşaqlarda və yaxud da hiperaktiv insanlarda impulsiv davranışlar sərgiləməyə başlayırlar. Belə deyim, autizm spektr pozuntusunda və yaxud da ki, aktiv olan uşaqda, nəinki autizm spektr pozuntusu, normal uşaqlar görmüşük ki, biz bunlarda boş aktivliklər görmüşük. Lakin boş aktivlik nədir? Boş aktivlik, yəni etdiyi hərəkət boşdur. Yəni mənasız bir hərəkət eləmir. Daim yerində qaçır, bəs fırlanır. Bəs nədir onu etdirən uşağa? Həmən bunu etdirən uşağın bədən hissiyatının zəif olması, uşaq etdiyi hərəkəti beyninə sürətli şəkildə getdiyi üçün beyin də bu gələn sürətli hərəkəti əslində etdiyini qavramırmı? Xeyr, beyin qavramır. Beyin sürəti gəldiyi üçün sürətli şəkildə analiz eləyə bilmir. Çünki uşağın yaşının da az olmağından irəli gəlir bu. Misal deyək, mən də misal deyim ki, misalı özümdən deyim, hiperaktiv bir uşağam. Deyək ki, 5 yaşımda mənim etdiyim hərəkətlər var ki, mən bunu çərçivəsinə sala bilmirdim. Lakin mənim yaşım artdıqca 16, 17, 18 yaşım olduğu zaman mən bu hiperaktivliyimi bir çərçivə içərisinə sala bilirəm. Yəni mən 5 yaşında etdiyim hərəkəti, 6 yaşında etdiyim hərəkəti artıq 17-18 yaşında etmirəm. Çünki mən bunu çərçivələyə bilirəm. Lakin autizm spektr pozuntusunda olan hərəkətlilik isə biz terapiya müddətində proprioceptiv çalışmalarımıza yoğunluq verərək həmən uşağın sürətini daha da aşağı salaraq etdiyi hərəkəti beyin normal şəkildə analiz edib, sintez edib uşağa geri bildirimlər verir və uşağın bu zamanda diqqətində istər yüksək səviyyəyə qaldırırıq, anlamasında yüksək səviyyəyə qaldırırıq. Lakin hiperaktiv uşaqları biz belə deyim, aktiv uşaqla hiperaktiv uşağı bir masanın arxasında biz əyləşdirdiyimiz zaman deyək ki, dərsdəyik, deyirik ki, sakit durun, diqqətinizi dərsə verin. Aktiv uşaq sakit şəkildə dərsə qulaq asa biləcək. Lakin hiperaktiv uşaq isə orada 1 dəqiqə və yaxud da 2 dəqiqə sakit yana biləcək. Bəli, yenidən başlayacaq hərəkətliliyi etməyə. Buna görə də autizm spektr pozuntusunda əksər zaman hiperaktivlik deyilir. Əslində bu hiperaktivlik deyil. Hiperaktivliyin özü də bir. O zaman belə bir sual verim sizə. Bütün hərəkətli uşaqlar da hiperaktiv sayılırmı? Bütün eyni ilə sualdan sual doğur. Bütün hərəkətli uşaqlar hiperaktiv uşaq sayıla bilməz. Çünki bir daha deyirəm ki, misal normal hərəkətli olan bir uşağı biz 3 dəqiqə, 4 dəqiqə hərəkət eləyir, öz duyusal ehtiyacını qarşılayır, daha sonra sakit vəziyyətdə oturmağa başlayır. Lakin hiperaktiv uşaq isə 1 saat, belə deyim də, sevdiyi bir əşya ilə maksimum oynaya biləcək 2 dəqiqə, 3 dəqiqə. Ondan sonra digər əşyalara keçid eləməyə başlayacaq. Lakin aktiv bir uşağı istər televizorda çizgi film izlədiyi zaman sakit şəkildə əyləşərək 15 dəqiqə, 20 dəqiqə, yarım saat həmən çizgi filmə baxaraq öz ehtiyaclarını qarşılaya biləcək. Lakin hiperaktiv uşaqlar isə öz
bədən ehtiyaclarını maksimum qarşılayar 2 dəqiqə, 3 dəqiqə. Daha sonra yenidən sürətli hərəkət eləməklərə başlayacaqlar. Biraz buzdağının görünməyən tərəflərinə toxunaq. Mənim ən sevdiyim nüanslardır bunlar. Biz doğru mütəxəssis seçmədiyimiz zaman yanlış aparılmış korreksiya işi, dırnaq arası aparılmış korreksiya işi gələcəkdə uşaqda hansı fəsadları çıxarda bilər? Ümumiyyətlə öncəki sualda siz bir dənə sual bildirdiniz ki, uşaqlar həddindən artıq çox reaksiya verməkləri və yaxud da ki, uşaq daha aktivdir. Mən bu hallarla çox rastlaşıram. Bizlərə gec müraciət edirlər. Bizdən öncə bir çox mütəxəssislərə və yaxud da ki, mərkəzlərə müraciət ediblər. Uşaq daha aktiv olduğu halda uşağı daha da aktiv tapşırıqlara sürüşdürürlər. Amma bugün günümüzdə hər mütəxəssisəm deyən də mütəxəssis deyil, hər mərkəzəm deyən də doğru mərkəz olaraq fəaliyyət göstərmir. Bunu da qəbul eləyək. Çünki bu dəqiqə xüsusi seçim çoxdur. Sosial medianın bizə verdiyi fəsadlardan biridir bu. Hətta son dövrlərdə artıq müxtəlif sosial platformalarda özünə mütəxəssisəm deyən, əslində bu sahə ilə uzaqdan yaxından əlaqəsi olmayan, sadəcə biraz danışıq qabiliyyəti olan və rəngli reklamları yaxşı eləyə bilən insanlar var ki, bu gün cəmiyyətin içində bir çaşqınlıq yaradır və insanlar, izləyicilər, valideynlər bir umud deyərək o rəngli reklamlara aldanıb, əslində gerçəklər ağqar olur. Əslində valideynlərin canı yanır orada. Gerçək diaqnozlar eşidirlər, həqiqi onları gözləyən yolu keçirlər, mərhələlər var. Bir uşağın aparılan korreksiya işində müxtəlif mərhələlər var ki, hətta burada sadəcə duyu bütünləmədən də danışmırıq. Müxtəlif mütəxəssislər də ora daxil olur, pedaqoqlar, idman, bir çox şeylərlə siz orada korreksiya işi aparırsınız nüanslarla. Amma bugün dediyim kimi rəngli reklamların altında əslində sizin kimi mütəxəssislərin işinə kölgə salan çox insanlar da var. Təbii bizim işimiz deyil, bu qanunla tənzimlənir və onların haqqında lazımi tədbirləri qanun görür və zaman-zaman da bunu görürük ki, artıq qanunlarla bağlı tədbirləri görüb. Ümid edirəm ən qısa zamanda o informasiya kirliliyi də bugün bizim cəmiyyətdə toparlanar və biz onlara da məruz qalmarıq. Mövzuya çox gözəl yanaşdınız. Ümumiyyətlə bu mövzuya çox insan belə yanaşmır və mövzunun üzünü çox belə aşkara gətirib çıxartmırlar. Mənə müraciət elədikləri zaman valideynin ilk sözü budur. Uşaq çox duyu bütünləmə terapiyasına gedib. Yəni biz nə bilək fərqli olasınız, siz uşağımıza daha çox töhfə verəsiniz. Mən demişəm onu siz terapiyanı izlədiyiniz zaman görəsiniz. Terapiyaya da başladığımız zaman vurğuladım bir uşaq aktiv olduğu halda daha da çox aktiv çalışmalar yerinə yetirirlər və yaxud da ki, uşaq həssaslığı olduğu zaman daha da uşaqlara həssas vəziyyətə gətirirlər. Çünki hər bir uşaq üçün özəl bir proqram hazırlanır. Fərdi yanaşmalar. Bəli. Və bu proqram qurduğumuz zaman, yanaşdığımız zaman terapiyalara biz bu yönümdən baxılır. Yoxsa bu dəfəki dövrdə ən çox bir proqramı bütün uşaqlar üzərində tətbiq edirlər. Bu da uşaqlarda artıq daha da ləngimələrə gətirib çıxardır, daha da qapanmalara gətirib çıxardır, daha da həssas eləyir. Buna görə də bizim işimizi çox çətinə salırlar və terapiya alıb digər mütəxəssislərə müraciət edirlərsə və yaxud da ki, daha öncə duyu bütünləmə terapiyalarına yönəliblərsə, yanlış terapiya növü gedibsə, bizə gəldikləri zaman artıq bu çətin bir haldır ki, çünki uşaqları daha çox əzbərədib bizə göndərirlər və bu kimi hallardan da uşaqları çıxartmaq çox çətin bir vəziyyətdir. Bu kimi hallarda da uşaqları vəziyyətdən çıxartmaq üçün daha çox şifin peşkarı olmalısan. İstər nəzəri cəhətdən, istər də praktiki cəhətdən məlumatın çox olmalıdır ki, uşağı artıq bu cür vəziyyətdən çıxardıb daha yaxşı bir vəziyyətə gətirmək lazımdır. Az əvvəl vurğuladınız ki, valideynlər bəzən deyir ki, mən çox yerdə olmuşam, amma nəticə görməmişəm və niyə sizdə buna inanmalıyam ki, bu olacaq? Sizi mən bugün tanımıram. İlk dəfə də qonağım deyilsiniz. Hətta iş yerinizdə bərabər çin-çinə fəaliyyət göstərir. Logos Psixoloji və Etiq Mərkəzi mənim də fəaliyyət göstərdiyim bir yerdir. Ona görə də sizin apardığınız işləri, sizin gördüyünüz uğurları biz də görürük. Sizlə qədər biz də sevinirik və o valideynlərin sevincinə də ortaq ola bilirik. Bu nüansı keçdim, amma niyə bu sual verirəmsə, niyə hara gəlmək istəyirəm? Vurğuladığınız o korreksiya işini özünüz görəcəksiniz dediyinizdə elə istərdim açıqlayasınız ki, bir korreksiya işi nə qədər mərhələni əhatə eləyir və bizi nə qədər zaman gözləyir, hansı mərhələlər var. Çünki fərdi yanaşma dediniz, çox gözəl bir vurğulamaydı bu. Fərdi yanaşma hər bir uşağın özünə görə hazırlanan proqram əslində uşağın verdiyi cavablara və onun algılamasına, qavramasına, reaksiyasına görə tərtib olunur və hansı müddətləri əhatə edir. Məsələn, sizdən örnək istəyəcəm ki, deyəcəksiniz ki, Vasif bəy, bir uşaqda 3 ayda əhatə edir, bir uşaqda 1 ildə əhatə edir ya da heç bir nəticə əldə etməyə də bilərik. Əslində ən doğru mütəxəssisin yanaşması budur ki, burada yanaşı paralel bu xəstəlik var, bu problem var, burada hansısa bir nəticə əldə etməyə də bilərik. Vasif bəy, bu sual geniş bir sualdır.
Gəlin belə cavab verək. Misal üçün biz baxmalıyıq. Uşağın misal deyirəm, hər hansı bir qidanı yemirsə, həmin qidanın korreksiyası üzərindən biz yola çıxırıqsa, bunu biz maksimum 14 seansa kimi, maksimum deyirəm, 14 seansa kimi bu qida korreksiyasını aradan qaldıra bilirik. Və yaxud da ki, uşağın toxunsal həssaslığı varsa, toxunsal həssaslığı, bu toxunsal həssaslığı 8-12 seans aralığında ortadan qaldıra bilirik, korreksiya edə bilirik və yaxud da ki, sası qırxılan zaman həssaslıq yaşayırsa, dırnaqları tutulan zaman həssaslıq yaşayırsa və bəzən də digər mütəxəssislərdən bizə müraciət edirlərsə, misal üçün, amma burada nəyə də fikir vermək lazımdır? Təkcə duyu bütünləmə terapiyası tək aparılmır. Bəzən biz 0-3 ay deyirik. Bu 0-3 ay dediyimiz terapiya növü 6 aya kimi, 7 aya kimi uzana bilər. Bunun da kök səbəbi nə ola bilər? Uşaqda həm nevroloji müalicə düzgün şəkildə getmir. Bəzən də uşaqlarda dieta düzgün şəkildə getmir. Çünki duyu bütünləmə terapiyası yalnız önəmlidir. Bəli, mütləq. Çünki bağırsaq bizim ikinci beynimizdir. Əgər bağırsaqda kandida göbələkləri var ki, əgər şirniyyat yedikdə və yaxud da ki, şirin rəngləndirici sokular karbohidrata qarşı həssaslığı olan uşaqlarda bu zaman uşaqlarda qıcıqlanmalar olur və uşaq başlayır həddindən artıq çox reaksiya verməyə və yaxud da ki, uşaqlarda stereotiplər təkrarlanan vərdişlər yaranmağa başlayır. Məhz buna görə də nevroloji müalicə də, dieta da düzgün şəkildə getdiyi zaman, duyu bütünləmə terapiyası da düzgün şəkildə hədəflənib, qarşımıza qoyduğumuz hədəfə düzgün şəkildə yaxınlaşdığımız zaman artıq bunun ikinci, üçüncü aydan nəticəsini görməyə biz başlayırıq. O zaman psixoloqlar necə ki, pediatrlarla, uşaq nevroloqları ilə iş aparır, duyu bütünləmə mütəxəssisləri də o zaman nevroloqlarla və pediatrlarla ortaq iş aparırlar, gərəkdiyi zaman. Bir maraqlı nüansı soruşmaq istəyirəm sizdən. Əgər bugün biz, varsayaq ki, mənim 3 yaşım var, 2 yaşım var, mənim duyu bütünləmə problemim var və korreksiya edilməyib, valideynim görməyib ya da hər hansı bir gözdən qaçma olub və korreksiya edilməyib. Uşaq da böyüyəndə keçəcək, əmrisində də var idi, deyilib, bu miflərin qurbanına çevrilmişəm ya da valideyn məsuliyyətsizliyin qurbanına çevrilmişəm və korreksiya edilməyib. Gələcəkdə mən hansı risklər gözləyir? Hansı fəsadlarla qarşılaşa biləcəm? Məsələn, sosial ünsiyyət bacarığımız zəifləyə biləcək və yaxud da bir insan toxunaraq öyrənir. Əgər uşağın toxunsal həssaslığı aradan qaldırılmasa, uşaq gələcəkdə toxunsal həssaslığı daha da artıq olsa, uşaq sosial ünsiyyət bacarığı zəif olacaq. Daha sonra bədən fərqindəliyi zəif olduğu zaman insan öz səs tembrini idarə edə bilmir. Misal üçün səsimizi yavaş danışdığımız zaman səsin həddindən artıq çox yuxarı qaldıra biləcək və yaxud da ki, hərəkətliliyi, vestibulyar sistemi düzgün şəkildə işlənilməsə, qarşıya qoyulan hədəf düzgün şəkildə işlənilməsə, yavaş gəzilməli olan yerdə uşağın daha sürətli şəkildə gəzməkləri, yəni bu kimi hallar bizim gələcək yaşlarımızda gətirib ortaya çıxacaq və məktəb şəraitində diqqət əksikliyi kimi gətirib ortaya çıxardacaq ki, diqqət əksikliyi yaranacaq və bilavasitə dərslərində uşaqlığın öz yaşlarından geri qalmağını göstərəcək bu bizə. Alafirdə mən bir nüans da bilmək istəyirəm. Biz bugün uşaq dünyaya gəldiyi zaman onu müəyyən testlərə tabe tuturuq, müəyyən müayinələr etdiririk. Onda hansı problemlər, hətta artıq ana bətnində belə müəyyən testlər aparılır ki, uşağa gələcəkdə hansı xəstəliklər gözləyir, biz hansı risklər var. Bəs duyu bütünləmə ilə bağlı olan problemlərdə hansısa bir yaş limiti varmı ki, uşaqda yoxsa mütləq problem olduğu zaman mı gəlib sizin qapını döyməli ki, bizdə bu problem var? Mütləq valideynlər uşaqlarını bir mütəxəssisə aparıb müayinə etdirməlidirmi ki, bunda duyu bütünləmə problemi ola bilərmi? Ya da uşaq artıq sosial həyata atıldıqdan sonra qaçmağa, yeriməyə, yeməkləməyə, toxunmağa, ağlamağa, o hiperaktiv dediyimiz qırıb dağıtmağa başladığı zaman mı artıq bilməliyik ki, burada problem var? Ümumiyyətlə uşaqlarda ilk öncə olaraq nə zaman duyu bütünləməyə ehtiyac olduğu müşahidə olunur. Bu yalnız nitqin ləngiməsi olduğu halda müşahidə olunmur. Uşaqların toxunmaq istədiyim nüans budur. Siz gözəl yerə toxundunuz. Harda olunur, müşahidə olunur. Mən o müşahidədən qabaq bunun bir mütləq müayinəsi varmı? Valideyn uşağını aparıb bilsin ki, mütəxəssisə göstərməlidirmi ki, duyu bütünləmə problemi riskimiz varmı? Yoxsa mütləq müşahidə edilərək qərar verilən bir şeydir? Bunu valideynin özü də müşahidə edə bilər. Əgər valideyn müşahidə elədiyi zaman uşaqda hər hansısa bir duyusal boşluğun olduğu zaman, misal iməkləməyin olmaması, misal uşağın gec gəzməsi və yaxud da uşağın refleksinin olmaması, uşağın ya da aşırı refleks olması. Bəli, aşırı refleks həddindən artıq çox toxunmağa reaksiya verib, yəni ağlamağı, daha sonra uşağın göz kontaktının olmaması, adına reaksiya olmaması artıq bu bildirir ki, duyu bütünləmə mütəxəssislərinə müraciət eləməliyəm ki, mənim uşağımın harda boşluğu varsa, o boşluqları mənə bildirsin və bəzən biz valideynlərə
misal üçün bizə müraciət edirlər, deyir ki, yəni ehtiyac yoxdur, heç duyu bütünləmə terapiyasına ehtiyac yoxdur. Sadəcə uşağınızda müəyyən bir refleksin itməyində 1 aylıq gecikmələr var. Həmin də valideynlərə biz köməkliyimizi göstəririk. Yəni ev şəraitində də bu çətinliyi aradan qaldırmağa başlayırlar. Biz amma əslində bəzən də cəmiyyət olaraq vurduyan döldürən cəmiyyətik. Çünki uşaq sevmək belə bəzən biz o uşağın konfor alanına daxil oluruq və onun bəlkə də nəyə reaksiya verib verməyəcəyini, yüksək səsimizə, aşırı qucaqlamağımıza, həssasiyyətini hesablanmadan, nəzərə almadan uşağın alanına giririk və uşağı həddindən artıq çox sevirik, çox qucaqlayırıq. Bu da onları əslində narahat eləyir. Çünki onların nəyə reaksiya verdiyini, hansı dərəcədə reaksiya verdiyini bilmirik. Az əvvəl valideynlərin müşahidə etməsi gərəkdiyi nüanslar olduğunu dediniz. Valideynlərdən bu gün razısınızmı müşahidələrində, yoxsa hər zaman mı gecikmiş vakalarla qarşılaşırsınız? Yenə valideynlər məndən incəyəcək ki, başladı bizi qınamağa. Çox qarşılaşırıq gecikmiş vakalarla. Yəni valideynlər var ki, daha tez bizə müraciət edirlər. 1 yaş 2 aylığında, 1 yaşında və hətta mən izləmişəm ki, 8-9 aylarında belə bizə müraciət etməyə başladılar. Bəzən biz 5-6 yaşında da bizə müraciət etməklərini görmüşük. Lakin biz terapiyalara başladığımız zaman, ev tapşırıqlarını verdiyimiz zaman çox məsuliyyətli valideynlər görürük ki, artıq yəni bu kimi hallara yanaşma verirlər. Bəzən uşaqlar terapiyaya gəldikləri zaman böyüklərinin valideynlərə dedikləri söz budur ki, heç terapiyaya ehtiyac yoxdur, artıq atası gec danışıb, nəyə lazımdır terapiyanı. Lakin terapiyalardan uşaqları saxladıkları zaman bu kimi halların daha da artdığını görürük və yenidən bizə müraciət elədikləri zaman artıq deyirik ki, gecikib. Biz vaxtikən 6 aylıq işimizi siz daha da böyüdərək 1 yaş 6 ayına kimi və yaxud da ki 1 il yarıma kimi yəni bizim işimizi gecikdirərək daha da böyük bir vaxta gətirib çıxardırlar. Ev şəraitində valideynlər uşağa necə dəstək olsunlar? Qısa istəyəcəm bunu. Misal buna biz baxa bilərik. Uşaq toxunma həssaslığı varsa, uşağın misal hər hansısa bir paxlalı qidalara toxunmağı ilə və yaxud da ki, uşaqların sular vasitəsilə oynanılması və yaxud da uşağın qum vasitəsilə oynaması ilə bu toxunsal həssaslıq aradan qaldırıla bilər və yaxud da ki, uşağın biz hər şeyi anlayıb, lakin nitqi yoxdur dedikdə uşağı daha çox yellədərək, iməklərək, hoppandıraraq bu kimi hərəkətləri yerinə yetirərək, bəli, bu kimi hərəkətləri yerinə yetirərək uşağın eşitmə mərkəzini və nitq mərkəzini daha da aktiv hala gətirərək nitqini daha rahat şəkildə əldə edə bilərik və yaxud da ki, belə deyək, uşağın görmə həssaslığı varsa biz onlarla kiçik motorika işləyərək uşağın diqqətini daha da aktiv şəkildə gətirə bilərik. Çox təşəkkür edirəm. Sizinlə vaxt necə keçdi, heç özüm də fərqinə varmadım və hətta siz hazırladığım bəzi suallarım belə yarım qaldı. Ümid edirəm növbəti həftələrdə davam edəcək bunlara. Sonda qısa tövsiyənizi istəyəcəm. Ümumiyyətlə qısa tövsiyəm odur ki, uşaqlarında bu kimi hallarla qarşılaşdıqları zaman əmisi gec danışıb, atası gec danışıb və yaxud da ki, digər qohumları gec danışıb, uşaq da danışacaq. Bu kimi hallarından öncə həkimlərə və psixoloji mərkəzlərə müraciət edərək uşaqlarında bu kimi halların varsa aradan tez qaldırılmasına kömək olaq və uşaqların nitqin və sosial bacarıqlarını daha da rahat şəkildə aktivləşdirək. Təşəkkür edirəm. Dəyərli dinləyicilərimiz, qeyd etmək istəyirəm ki, biz bu gün Real FM 107 dalğasında Logos Psixoloji və Nitq Mərkəzinin Əhmədli filialının duyu bütünləmə mütəxəssisi Allahverdi Qocayevlə duyu bütünləmə mövzusunda çox vacib məqamları müzakirə etdik. Bir daha vurğulamaq istəyirik ki, erkən diaqnoz və vaxtında müdaxilə bütün bu problemlərin həllində əsas rol oynayır. Uşaqlarınızın duyu bütünləmə həssasiyyəti varsa mütləq mütəxəssisə və doğru seçilmiş mərkəzlərə müraciət edin. Sağlam ruh, sağlam ünsiyyət deməkdir. Axşamınız xeyirli, düşüncələriniz stabil olsun. Növbəti efirlərdə yenidən görüşmək ümidi ilə. Sağ olun, xoş axşamlar. Danışır psixolog.